Nə təklif olunur sizə əvəzində mənzilin? Mənzil təklif olunub deyəsən. İndi hazırda hara gedirsiniz? Məsələn, müvəqqəti harda yaşayırsınız? Ne rayona gedirik? Bu evlər, binalar köhnə idi. Bəli, köhnə idi binamız. Düşünürsünüz ki, artıq sökülməli idi. Bəli, sökülməli idi. Hər şey çürüyüb də bərbad gündədir. Paytaxtın mərkəzində 3 bina sökülür. Söhbət Xaqani 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarındakı 2-5 mərtəbəli, Kövkəb Səfərəliyeva 2 ünvanındakı çox mərtəbəli binadan gedir. Artıq demək olar ki, binalardakı bütün mənzillər boşaldılıb, sakinlər köçürülüb və söküntü işlərinə start verilir. Əməyin texniki təhlükəsiz üzrə tədbirlərimizi görürük. İndi hazırlıq işlərimizlə bağlı ərazini təhlükəsiz baryerlərimizi quraşdırırıq. İşçi heyətimizi lazım olan nə tədbirlər var ki, təqdim eləmişik. Bir 14 mərtəbəli və 2-5 mərtəbəli binanın söküntüsü planlaşdırılır. Hazırlıq mərhələsinə gedir. Yəni kommunikasiyaların sökülməsi, kəsilməsi daha doğrusu, qaz xətləri və digər lazımi kommunal orqanlarla işlənilir. Sakinlərin köçürülməsi prosesidir. Hələ sakinlərin təxminən 70% köçürülüb, 30% hələ köçürülməyib. Bir-birinə yaxın olan bu 3 bina söküldükdən sonra yerində yeni çox mərtəbəli müasir yaşayış kompleksinin tikintisi planlaşdırılır və işlərin də yaxın zamanda, yaxın illərdə yekunlaşması gözlənilir. Hamısı da razılaşmışıq qonşularla sökülür. 2 dənə 28 mərtəbə bina olacaq. Bəs sizə nə təklif olunur? Bizə mənzillərimizin yerinə mənzil. Yəni burada tikiləcək binada ev verəcəklər. Bəli. Razı şərtlərlə. Bəli. Mən baxıram ki, artıq demək olar ki, bütün mənzillər boşaldılıb. Bəli, boşalıb, hamısı boşalıb. Bir-iki nəfər qalıb əşyalarını daşıyırlar. Bəs bu binalar tikilənə qədər harda yaşayırsınız? Kirada. Kirayə haqlarını verirlərmi? Bəli, hamısı verir. Şirkət verir. Bəli. Hamısı necə lazımdır, tənzimləyir hamısı şirkət.